favorit o hesab olunur. Lakin Sakit Quliyev də uzun illərdir yığma komandanın üzüdür və hətta bir neçə də biz eyni yarışlarda birlikdə çıxış etmişik. Komanda yoldaşı oldu və fikirləşirəm ki, onun da təcrübəsi öz sözünü deyir. İranı təmsil edən hakim Yerim Jurrambekov, Qazaxstan. Xalça rəhbəri Igor Legay, Qazaxstan. Bu görüşün idarəçiləri Olimpiya hakimləridir. Yarışın baş hakimi isə Tokyo 2020 və Paris 2024 yay Olimpiya oyunlarının hakimi Asif Şirəliyev. Templi başlanğıc var. Aktiv durumda hal-hazırda Ziya Babaşovdur və hakimlər hardasa bir 10 saniyə sonra parterlə cəzalandıracaqlar Sakit Quliyevi. Belə fikirləşirəm, əgər görüş belə davam edərsə. Təbii bu cür məqamlarda bu təmasdan qaçmaq, yəni kontaktdan qaçmaq olmaz. Əslində hakim biraz artıq gecikir. Məncə pasifin vermək vaxtıdır. Və mən fikirləşirəm ki, göy geyimli güləşçi bəlkə də orada bir neçə saniyəlik Ziyanın bir dayanması oldu. Bəlkə də o nöqteyi nəzərdən, amma ola bilər. Döşəkdə daha yaxından hakim görür. O xalça üzərində fikirləşirəm ki, daha fərqlidir onun rakursu. Amma istənilən halda verildi. Ziya çox gözəl dartma fənləri işlədir. Sakitin bir zamanlar orada boşluğu var idi. İndi bilmirəm, o boşluq düzəldibdir ya düzəltməyib və biz bunu indi görəcəyik. Tələsdi Ziya. Tələsdi və bunu etməməli. Yaxşı çevirə bilməli, bəli. Bu hallarda ümumiyyətlə tələsmək olmazdı. Tələsdi, şansını buraxdı və indi Sakit artıq belə deyək, həm taktik gedişatda geridədir, həm də xalla geridədir və çalışmalıdır ki, həm texniki bir fənd işlətsin və eyni zamanda aktiv olsun. Həqiqətən də bu qaydaların dəyişikliyi, yəni bu ilk halın qazanılması uğrunda ilk halı qazanana üstünlüyün verilməsi bu həqiqətən görüşlərin gelişində çox bir dinamikasına müsbət təsir göstərir. Bu xüsusi qeyd etmək lazımdır. Yəni biz artıq görürük. Düzdür, bəzən güləşdən az anlayışı olan şəxslər bunu çətinlik çəkirlər başa düşməyə. Amma onu deyə bilərəm ki, hal-hazırda çox gərgin bir görüş gedir və belə hallarda bəzən ürək döngüsü dəqiqədə 200-ə qədər qalxır. Hətta normalda biz həkimə deyəndə ki, belə hallar olur. Yəni onlar inanmırlar. Doğrudan da çox çətin haldır bu hal və onlar həm qapalı, həm müdafiə xarakterli duruş alıblar, həm də eyni zamanda da hücumlarından geri qalmırlar. Yüksək konsentrasiya tələb edir bu hallar və anidən səhv görüşün taleyini həll edə bilər, xüsusilə belə peşəkar güləşçilər arasında olan görüşdə. Bitdi birinci isə 1-0 Ziya Babaşov birinci hissəni öz xeyrinə yekunlaşdırır. 30 saniyələri bir nəfəs dərmə və əminik ki, ikinci hissədə templi başlayacaq. Ziya Babaşov düzgün taktika seçibdir və bu parteri də ikinci aktivliyi də almaq istəyir və ona görə aktiv durumda güləşməyə çalışır. Belə hallarda həm rəqibi yorursan, həm də parterdə icazə vermirsən ki, tam gücü ilə sənə hər hansısa bir texniki fənd işlətsin. Ona görə də düzgün seçimdir bu, mən fikirləşirəm, ikinci hissədə aktiv başlamaq. Amma bu həm də yəni aktiv
başlamaq özünün də təbii ki bir fiziki güc sərf etməsindən gətirib çıxarır. bu Normaldır, məqamda. əlbəttə ki, Gücü paylaşdırmaq önəmlidir. Yəni, gücü bax, bu- paylaşdırmaq önəmlidir, amma belə deyək də, yəni sən templi güləş göstərəndə rəqib də istərsəməz yorulur. Bəli. Sən yorulduğun qədər də rəqib də yorulur. Bizim Azərbaycan əməkdar məşqçisi Əli Əliyev həmişə deyərdi, əgər deyirsən yorulmusansa rəqibi ölmüş bil. Yəni bu taktika ilə yanaşmalı və gördüyümüz kimi 2 xal aldı İki xal. Sakit Quliyev. Daha bir cəhd. Bu da bir xal, Bir xal. bəli. Xalçadan kənara çıxardı. Bəli, həm də ki fəndi tam icra etməmişdi. Amplitudu yox idi. 4-1. Görüşü çevirdi Sakit Quliyev. Amma hələ qarşıda vaxt var. Az da vaxt deyil. Az da vaxt deyil, həm də hakim bir dəfə də parter dəyərləndirə bilər parterlə bu aktivliyi. Və rəqib indi qolunu götürüb burada Sakit və bir növ onu bloklayır hərəkətlərini. Aktiv hərəkətlərini dayandırmağa Belə çalışır. deyək, aktiv bloklamadır, yəni Bəli. güləş əsnasına gedən bloklamadır. Bəli. Yəni buna görə hansısa bir xəbərdarlıq Təbii. vermir, amma belə deyək, Ziya biraz aktivlik göstərsəydi, hakim 3-cü parterlə dəyərləndirə bilərdi bu aktivliyi, amma hələ ki aktivlik yoxdur. Xüsusi bir aktivlik daha doğrusu yoxdur. Son dəqiqə. Fikirləşirəm ki, anidən bir risk edəcək hardasa Ziya. Gedişat onu göstərir. Bir partlayış gözləmək olar. Bəli, bir partlayış gözləmək olar. Azərkeşlərin səsini də eşidirik. Coşqu ilə azərkeşli edirlər öz idmançılarına. Daha çox Sakit səsini eşidirik. Sakitin Bəli. azarkeşlərin sayı daha çoxdur. Hər halda bax bu durumu nəzərə alsaq, yəni Sakit üçün önəmli olan məqam təşəbbüsü rəqibə vermədi. Bəli, imkan vermədi ki, Bəli. özünə gəlsin, partlayış etsin. Bu da düzgün taktikadır. Dayandı artıq. Ziya dayandı və beləliklə. Təcrübə öz Bəli, sözünü təcrübə. dedi. Sakit Quliyev bu finalın qalibidir. Birinci hissəni uduzmuşdu, amma ikinci hissədə vəziyyəti dəyişdi və yekun hesab 4-1. Sakit Quliyev 63 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu adına layiq görülür. Təbrik edirik.